Kursumuz 5-ci sinif İngilis dili 2-ci xarici dil olanlar üçün bölmə dərs 19. Time vaxt deməkdir. Morning səhər, afternoon günorta, evening axşam, night gecə, early tez erkən, late gec. Late gec deməkdir uşaqlar. Night isə gecə vaxtı yəni. Sonra 30, 30, 40, 40, 50 də 50. Do the crossword, deyir crossword-u işləyin. Deməli, birinci tapşırıqdakı sözlərdən istifadə edərək bunları doldururuq. Early, 2 late, late, 5 afternoon, 6 morning. Günün hissələri ilə doldururuq. 4 evening, 3 bu isə 3 night. Pronunciation target, yəni dinləmə, I. Deməli uşaqlar, Y hərfi sözlərin önündə Y səsini verərək samit kimi çıxış edir. Və sözlərin ortasında və axırında isə I və ya I səsini verərək sait kimi çıxış edir. Yəni ingilis dilində 2 hərf var ki, Y hərfidir, yəni bizim Y, biri isə W hərfidir ki, bu hərflər həm sait ola bilir, həm də samit ola bilir. Əslində ingilis dilində əsl saitlər 5 dənədir. Onlar bulardır da. A, E, I, O, U. Yəni ingilis dili əlifbasında 5 dənə sait hərf var. Lakin bəzən Y və W hərfləri də sait kimi çıxış edə bilir. Hansı hallarda? Sözlərin ortasında və axırında sait olurlar. Amma sözlərin əvvəlində isə məsələn when samitdir. Amma sözün sonunda baxın, o necə oxunur? Kov oxumuruq ki bunu. Bunu au səsi verir. Bax, u səsinə bənzəyir. Baxın, kau, au diftonqu əslində bu. Və deməli sait səsi oldu. Eləcə də Y hərfi. Sözün sonunda baxın, fly, try. Bu ay diftonqudur, sait hesab olunur. Və 30 I səs verdi, gördünüz? 40, 50, early. Okay. Dinləməsinə özünüz qoşub baxarsınız. Good morning, sabahın xeyir. Good afternoon, günortan xeyir. Good evening, axşamın xeyir. Good night, gecən xeyrə. Sağollaşanda, yatmağa gedəndə deyirlər. Biri də var, good day. Bizdə deyirik, vaxtın xeyir. Bax orada, good day. In the read the conversation, söhbəti oxu. Are the sentences true or false? Cümlələr yanlışdır, yoxsa doğrudur? Good morning, Anne. Sabahın xeyir, ana deyir. Good morning, sabahın xeyir. It's early, I'm tired. Hələ deyir, erkəndir, yorğunam. It is school time. Məktəb vaxtıdır. Look at the clock. Saata bax. You are late. Sən gecikirsən. What time is it? Qız soruşur. Bax, saatı belə soruşurlar. What is the time? Ya da what time is it? O da deyir ki, it is 8 o'clock. Yəni 8 tamamdır. Oh no, I'm late. Ola bilməz, mən gecikirəm. Go to school, anası deyir, məktəbə gir. Aha, doğru yoxsa yanlışdır deyəcəyik. It is afternoon, false. Deyir, günortadır, xeyr, günorta deyil. Anne is late, true. Anna gecikir, doğrudur. It's 9 o'clock, false. 9 deyil, 8'dir. Anne isn't happy. Anne xoşbəxt deyil. Bu barədə axı heç bir məlumat yox idi ki, biz deyək Anne. Gecikir, yorğundur deyə
Yatmaq istəyir deyə true kimi bunu götürə bilərik. Deyir ki, what is the time, what time is it? Bunu əzbərləməlisiniz. Saat belə soruşulur ingilis dilində. O'clock tamamı bildirir. It's 5 o'clock, it's 3 o'clock və yadınızda saxlayın ki, uşaqlar, ingilis dilində saatlardan, havadan, fəsillərdən və sair danışarkən cümlə əsasən it is ilə başlayır. Sonra bunu necə deyirlər? It is, elə rəqəmləri deyirlər. 5:15, yəni 5:15. Aha. İngilis dilində, burada niyə belə veriblər? Deməli, belə onluq sayları uşaqlar, burada niyə belə veriblər ki, mütləq arasında bunların defis işarəsi, hyphen deyirik ingilis dilində, bu olmalıdır, mütləq. Baxın, belə olmalıdır. Və ingilis dilində qayda olaraq bilin ki, 20-90 arası saylar, deməli, ty şəkilçisi artırmaqla düzəlir. Baxın, məsələn, düzdür, bəziləri var ki, kökü dəyişir biraz. Məsələn, to-dur o. Amma 20 olanda o hərfi e-yə çevirir, 20. Yəni ki, belə bir şey dəyişiklik baş verir, onları əzbərləməlisiniz. Və ya 3-dirsə, olur 30. 40-dırsa 4-4-dur. Amma 40 olacaq 40. Burada da U hərfini yeyiblər, yəni. Bunlara diqqət edin. 5-dırsa olacaq 50. Amma qalanlarında olduğu kimi qalır. Sadəcə olaraq bunu bilməlisiniz ki, 21-99 arası saylar. Hərflə yazılarkən onların arasında bu defis işarəsi deyirsiniz, tire deyirsiniz, nə deyirsiniz? Bax, o olmalıdır. Bax, məsələn, 45 olur 45. Məsələn, 64 olur 64. Yəni, Amerikan ingiliscəsində də, Britaniya ingiliscəsində də belə olmalıdır. Ola bilsin ki, burada yadlarından çıxıb yazmayıblar. Look at the clocks and say the time. Sada deyir, baxın, saatlara baxın və vaxtı deyin. Aha, bax, görürsünüz, burada tamam olduğuna görə o'clock sözü deyildi. Burada deyəcəksiniz ki, cümlə dedik ki, nə ilə başlayacaq? It ilə. It is, gördüyümüz rəqəmləri yazırıq uşaqlar. 3, 10. Bax, burada defis falan qoymuruq uşaqlar. Çünki bu onluq say deyil ki, yəni məsələn 35, nə bilim belə demirik ki, 21-99 sayıları demədik burada. Burada sadəcə olaraq saatı deyirik. 3, 10. Sonra bu şifahi demək üçün olan tapşırıqda heç yazılı deyil. Yenə it is deyəcəksiniz. It is for, birinci for'u dedik. Sonra 25. Görürsünüz, hyphen işarəsini, bu işarəni işlətdim. It is, okay. It is 8:30. It is 8:30. Okay, bunu it is 11, it is 11, 35. 30. Görürsünüz, yenə hyphen işarəsini işlətdim. Sonra it is 12, it is 12, 12, yəni 12, 45, 45. Və diqqət edin ki, forty yazmadım. Yaxşı, uşaqlar çaşırlar orada. 45. Yes, vəssalam. Look at this page. Bu səhifəyə bax. Student B, look at page 107. Ask questions and write answers. Bir-birinə sual verirlər ki, what time is it in Baku? It is 11:30 in Baku. It's morning. Yəni, bu tapşırığı eləməyə düzü vaxt yoxdur. Amma asandır da, yəni baxın, ayrı-ayrı, əslində sinif tapşırıqdır. Yəni, dərsdə müəlliminiz
izah eləyəcək o cürdə işləməlisiniz. Look at the pictures and say when you can or can't go there. Şəkillərə bax, nə vaxt ora gedə bilirsən, nə vaxt gedə bilmirsən, de. Can modal fe'linin işlənməsi belədir ki, uşaqlar. Belə işlənir. Mübtəda üstə gəl can, üstə gəl fe'l. Vəssalam. Bir də ikinci dərəcəli üsullar. Vəssalam. İnkarda isə mübtəda üstə gəl can't, üstə gəl fe'l. Bu da oldu cümlə. Bacarmaq bilmək deməkdir. Yəni, nə isə bacarmaq, nə isə öhdəsindən gəlmək, vaxt və şərait baxımından olsun, istir bacarıq baxımından olsun, can o mənada işlənir. Sonra deyir ki, I can go to the market at 12:45, it's open. Mən deyir ki, saat 12:45-də marketə gedə bilirəm, o açıqdır. I can't go to the market at 7:30, 7:30-da gedə bilmirəm, o bağlıdır. Və bu cümlələri də belə qurursunuz. Bu sinemadır, sinema. Deyirsiniz ki, I can't go. Bax, elə buradakı uşaqlar. Gəlin belə görüm, yaza bilirəmsə burada yazım. Biraz nazildim. Kırmızıdan da zəhləm gəlin. I can't, məsələn, go to the cinema at, deməli, sinema vaxtı neçə idi? 11:15. 11:15-də gedə bilmirəm. Yəni, 11:15. It is closed. It is closed. I can go to the cinema. At 12:40. It is open. Bunun saatı demək open 10 10:25 10:25. Bu saat işlətməliyik. Deməli saat 10-dan 7-yə kimi açıqdır və 10:25-dən cümlə. Deməli 10:25-də gedə bilir də. Deyirik ki, I can go to the bookshop at 10:25. 10:25 belə deyirik. 10:25 it is open. Open. Uşaqlar, qalanını özünüz yazarsınız. Şahidi yiyəcəm, lazım yazarsınız kimə lazımdırsa. 9:50-də, amma yəni ona qalmış 10 dəqiqə gedə bilməz axı. I can't go to the bookshop. Həm də sizin videolara baxış azdır. Ona görə də at 9:50, yəni 9:50. Həm vaxt ikisidir əslində. At 9:50 it is closed. Bağlı olur. Biraz videoları paylaşın ki, uşaqlar baxış çox olsun. Videolara baxış az olduğuna görə mən çox da paylaşmıram. Deməli, bax, görürsünüz uşaqlar 9-dan 6-ya kimi açıqdır. Və ona görə də deyir ki, 7:55-də, yəni 8-də. 8-ə qalmış 5 dəqiqə. Deməli, 8-ə qalmış 5 dəqiqədə
Bu gedə bilməz axı. Düzdür? Bank. I can't go to the bank at 7:55. I can go to the bank at 9:45. I can go to the bank. Sonra open, deməli 10:30-dan 6-ın yarısına kimi, 17:30-a kimi açıqdır. Ona görə 10:05-də gedə bilməzlər, düzdür uşaqlar. I can't go to the library at 10:05. Yəni 10:05. It is closed, bağlıdır. I can go to the library at 12:35. It is open. Ha belə yazırsınız. Deməli, mən hansını yazmadım? Bunun sinema dedim, bookshop dedim, kafeni demədim deyəsən. Kafeni də deyim. İnşallah. Kafe fikrimdən qaçıb. Gözümdən yayınıb. Bunu da deyirəm, asas da deyirəm ki, yaza bilərsiniz. Yazmaq istəyən yazsın. Deməli 11-dən gecə 11-ə kimi açıqdır. Ona görə deyir ki, I can, birinci cümlə, I can go to the cafe at 12. It is open, açıqdır. İndi ikinci cümləni deyirəm. I can't go to the cafe at 10:30. It is closed. Vəssalam. Bu qədər. Look at the cinema board and talk to your partner about the film times. Uşaqlar, deməli saatlar haqqında danışanda saatların önündə işlənən söz önü ətdir. Bunu yadınızda saxlayın. Ət. Deyir ki, nə vaxt o Nemo gedəcək? Nemo is on at, sarı görürsünüz, ətləməli. At 4:55 on Saturday. Və həftənin günləri ilə də 10 işlənir. Sonra ikinci cümləni veririk. Məsələn, when is tutaq ki verək. Boss baby, deyir, boss baby nə vaxtdır? Yazırsınız ki, boss baby is on at 10:25 on Friday. Bax, bu cümlə. Görüm yaza bilirəmsə yazın. Bir, boss baby, böyük hərflə baby yazılmalıdır. Çünki xüsusi isimdir. Film adı olduğuna görə xüsusi isim hesab olunur. Boss baby is on, yəni canlıdadır, yəni gedəcəkdə, efirdə olacaq. At 10:25 on Friday. Şimdi ikincisi. Burada da yeri var, buradan da yaza bilərəm. İkincisi, baxaq görək nədir? Zootopia, Zootropolis, Zootropolis. Soruşur ki, məsələn, when is Zootropolis on? Zootropolis, Zootropolis, Zootropolis is on nə vaxtıydı? 19:15 Tuesday. Oradan yazırdıq. Is on at 19:15-i 7:15 kimi deyəcəksiniz. Daha 19:15 deməyəcəksiniz. 7:15 on Tuesday. Tuesday. Yes.
Üçüncüsü Toy Story 4. Aha, 18:30 Wednesday. Aha. Toy Story 4 yazırıq. Toy Story 4 is on at 18:30'u 6:30 deyəcəksiniz. Uşaqlar bunu 19 yazmalıydım, amma deyəndə 7:15 deyirsiniz də. Neysə. 6:30 on Wednesday. Yes. Sonra Alvin and the Chipmunks. Aha. Chipmunks 12:40 Thursday. Yazırıq ki, dördüncüdə. Alvin and the Chipmunks. Görürsünüz, azan oxundu və top atıldı. Sizcə bura hansı ölkədə olur belə bir hadisə? Is on at 12:40 on Thursday. Və sonuncusu Spider-Man 15:15 Sunday. Spider-Man is on at 10 Sunday. 20 they can, onlar bacarır yani. Tiger, pələng, monkey, meymun, bear, ayı, elephant, fil, turtle, tısbağa, bird, quş. Aha. İndi belə cümlələr qurmalıyıq ki, bunlar nə iş görə bilirlər? Fly, uçmaq, run, qaçmaq, swing, yelənmək, climb, dırmaşmaq, swim, üzmək, carry, daşımaq, jump, hoppanmaq. Crossword'u tamamlayaq. Tiger, turtle, bird, fish, bear, elephant, dördüncü də monkey. Yes. Aha. Listen and repeat. Sözlərin sonundakı E hərfi oxunmur. Yəni ingilis dilində. Bəzi fransız və ya digər başqa ölkədən gələn, başqa dildən gələn sözlər olarsa, bəzi sözlərdə sonundakı E oxunacaq, kafe sözündə olduğu kimi. Amma qalan hallarda ingilislərin özünə məxsus olan sözlərdə sondakı E hərfi oxunmur. Və climb sözündə də bu hərfi oxunmur. Niyə? Çünki zaten climb sözündə B hərfindən, B səsindən öncəki səs M. Dodaqlar birləşir, climb. Daha ingilis ehtiyac görmür ki, durub onu climb eləsin, climb. Yəni zamanla orada B səsi itməyə başlayıb, yəni deməməyə başlayıblar və hal-hazırki ingilis dilində də oradakı B səsi deyilmir, climb. Zaten deməyə ehtiyac yoxdur, desək belə səslənmir, climb. Okay.
Belə işlər. Yes, listen and choose the words with silent A and B. Deyir ki, dinləyin və seçin sözləri. Silent B olan climb'dır, sonra com, mən yazıram, siz özünüz dinləyərsiniz. Com, sonra baxın, görün, climb'ın üstünə axacağım. Lamb, quzu deməkdir. Bir də bomb. Silent, elə demək olar ki, hansı bubble, game. Çoxdur bunlar. Üstünə xər çəkirəm. Sonu E ilə bitənlər hamısı uşaqlar. Gəlin onların rəngin. Başqa eləyim. Baxın. Onları qırmızı rəng eləyim. Game. Sona E ilə bitənlər. Five, time, make, five. Bu sona E ilə bitənlər də sadəcə olaraq sözdə açıq heca yaratmaq üçün sonuna E artırılıb. Bilirsiniz ki, ingiliscində 2 dənə heca var, açıq heca və qapalı heca. Side ilə bitən hecaya açıq heca deyirik. But time. Görürsünüz? Bu olmazsaydı burada. Tutaq ki, bu yox idi. Bu sözü tim oxuyacaqdıq. Amma bu söz olduğuna görə ay hərfi açıq hecaya düşdü və ay səsini verir. Time. Və sondakı E-ni oxumuruq. Bizə lazım deyil. Time oxuduq. Okay, listen and say what animals they see. Qulaq asın və deyin ki, hansı heyvanları görürlər. Gəlin qulaq asaq. Track 62. Look, Brett. What is there? Is it a tiger? It is. Deyir ki, bax, Brett, orada nədir? O, pələngdir. This is a tiger. And the tiger is brown. Deyir ki, hə, o deyir, pələngdir və pələng qəhvəyi rəngdir. Sizin kitabda deməli bir neçə qaydanı eyni anda verirlər. Look at that bird. Can you see it? Yes, I can. It is yellow and red. Deyir ki, look at that bird, o quşa bax. Can you see it? Sən onu görə bilirsən. O da deyir ki, yes, I can. Hə, görə bilirəm. It is yellow and red. O sarı və qırmızı rəngdir. Look at those turtles under the tree. Deyir ki, ağacın altındakı tısbağalara bax. Turtles are small and gray. Deyir, tısbağalar balaca və boz rəngdədir. Deməli, uşaqlar, burada nədən danışır? Burada artikeldan danışır. İngilis dilində, Azərbaycan dilində olmayan bir nitq hissəsi var. Bunun da adı artikeldir. Article. Və ingilis dilində 2 cür artikel var. Indefinite article, qeyri-müəyyən deməkdir. Qeyri-müəyyən article və definite article. Definite. Və indefinite article en artiklıdır. Definite article isə z artiklıdır. Azərbaycan dilində qeyri-müəyyən, bu isə müəyyən artikeldir. En artiklı hansı sözə bənzəyir uşaqlar? One sözünə bənzəyir və bir deməkdir. Yalnız və yalnız qarşısında miqdar sayı işlədə bildiyimiz isimlərlə işlədirik. Məsələn, bir saç deyə bilmərik. İngilisin düşüncəsinə görə bir pul deyə bilmərik və s. Harada biz miqdar sayı işlədə biləriksə isimlə, orada biz en artiklını deməli tək halda işlədə bilərik. Cəmlərdə işlədə bilmərik. Niyə? Çünki mənası bir deməkdir. Bax, məsələn, a bag, bir çanta, a rabbit, bir dovşan, a tiger, bir pələng, a sister, bir bacı və s. Ən hissəs, deməli, işlənir samitlə başlayanlarda görürsünüz, samitdir. Üstəyə samit və başlayan isim.
An üstəgəl isə site ilə başlayan isim. Məsələn, an umbrella. Yəni bir dənə çətir. Amma biz bu isimləri cəmləndirsək, məsələn, desək ki, çantalar, o artıq olacaq bags. Bags olmaz. Çünki dediyim kimi bir deməkdir. Bir sözün sanki sinonimidir. Və orada artiklı an artiklını atmalıyıq. A sister, an umbrella, onlar cəmdə olanda olacaq sisters, umbrellas və s. Okay. Bəs Z-ni nə vaxt işlədir uşaqlar? Deməli, Z nə vaxt işlənir? Cəmlər, təklər, sayılan, sayılmayan bütün isimlərlə işlənir. İki nəfərin eyni anda gördüyü əşya və insan haqqında, yəni ümumiyyətlə obyekt haqqında danışarkən eyni anda baxdıqları, eyni anda danışdıqları, yəni hər iki tərəfə məlumdur ki, söhbət hansı uşaqdan gedir, söhbət hansı maşından gedir və ya söhbət hansı dondurmadan gedir və s. Bu halda biz Z artiklından işlədirik. Ən sadə formada belə deyirik ki, uşaqlar, ismin adını birinci çəkəndə an artiklı veririk, məsələn. İkinci dəfə çəkəndə isə Z artiklını işlədirik. Yəni, eyni ismin adını ikinci dəfə biz çəkəndə Z artiklından istifadə edirik. Məsələn, I have rəngi dəyişim. A book. Mənim bir kitabım var. Aha. Sonra da deyirəm ki, kitab maraqlıdır. Artıq ikinci dəfə adını çəkdim deyə Z artiklı işlətdim. The book is interesting. Kitab maraqlıdır. Bütün kitablar maraqlıdır, uşaqlar. Xeyr. Konkret haqqında danışdığım kitab maraqlı olduğu üçün mən Z artiklından istifadə etdim. Və yaxud da ki, dedim ki, bayaq iki nəfərin eyni anda gördüyü əşya, insan və s. Yəni, ümumiyyətlə, obyekt haqqında danışırlarsa, ikisinin də eyni anda gördüyü. Məsələn, deyirəm ki, sən bir nəfərlə söhbət edirəm və deyirəm ki, ora bax, uşaq yorğun görünür, uşaq yaman yorğundur. Bütün uşaqlar yorğundur? Yox. Sadəcə haqqında eyni vaxtda danışdığım adamın da mənim də gördüyüm uşaqdan danışıram və deyirəm ki, uşaq yorğundur. Yəni, konkret uşaq. The child is tired. Və yaxud da ki, deyirəm ki, ağac hündürdür. Bax, ağac nə hündürdür? Bütün ağaclar hündürdür. Xeyr. Bütün ağaclar hündür olmadığına görə mən hal-hazırda danışdığım adama göstərdiyim ağacdan, yəni konkret bilirik ki, hansı ağacdan danışırıq, o halda bax, Z artiklı işlətdim. The tree is tall. Ümid edirəm, başa düşdünüz. Baxın, this is a tiger, bu pələngdir. Sonra ikinci dəfə haqqında danışdı deyə Z artiklı işlətdi. The tiger is brown. This is an elephant, bu fildir. İkinci dəfə danışdı deyə the elephant is big deyir. These are turtles, bunlar turtle'lardır, tısbaqlardır. Sonra ikinci dəfə haqqında danışdı, Z işlətdi. Aha. Look at the pictures and make sentences. Cümlələrə bax, şəkillərə bax və cümlə qur. These are tigers. Bunlar pələnglərdir. The tigers are orange and black. Pələnglər narıncı və qara rəngdir. They can run. Onlar qaça bilirlər. İndi gəl, bunlar meymundur. Yazıram. These are. Sizə ən sadə, rahat tərzdə salıblar. These are turtles. Sonra deyirəm ki, turtles deyirəm, monkeys. Monkeys, bunlar meymunlardır. Sonra deyirəm ki, the monkeys, meymunlar. Yəni, sən də mənim də eyni anda gördüyüm meymunlar və haqqında ikinci dəfə danışdığım meymunlar. Yəni, konkret bu meymunlar deyirəm. The monkeys olur. Are orange. They can swim. Yellənə bilirlər də. They can swim. Ağacda
Dırmaşıb yelənə bilirlər. Okay. Sonra bu nədir? These are turtles. These are turtles. The turtles are gray. Üzə bilirlər. They can swim. They can swim. Sonra bunlar quşdur. These are birds. These are birds. Sonra deyirəm ki, the birds are white and black. The birds are white and black. Black. They can fly. Onlar uça bilirlər. They can fly. 36 dəqiqə oldu. Sonra yazıram ki, these are elephants. Yo, bir dənə fildir. This is an elephant. This is an elephant. Bu fildir. The elephant is gray. The elephant is gray. Sonra da deyirəm ki, görürsünüz, ağac aparır, ağacı daşır. It can carry a tree. Ağacı daşıya bilir. Sonra deyirəm, these are bears. These are bears. Bears. Burada dayandıracağım dersi. Bunu da bitirib. The bears are gray. Çünkü çok oldu. Are gray. They can climb a tree. They can climb. İnşallah videoları paylaşın, baxış çox olsun. Həm və xəbəriniz olsun. Yəni başqalarına da faydası toxunmuş olsun. Bunu da eləyim. Bu balacadır. This is a bird. The. This is an elephant. The. This is a bear. The. This is a turtle. The. These are monkeys. The monkeys. Və salam. Bu qədər uşaqlar. Mən səhifə 72 etməklədik. Qaldı bu. 73 review. Və salam. Bu da növbəti videoda. Əgər baxış çox olsa növbəti videonu tez paylaşacağım. Bugün paylaşacağım. Baxış çox olsa.